Niyə bəzən qadınlar hamilə qala bilmir? Sonsuzluq yalnız qadınlarda olmur. Səbəbləri müxtəlifdir. Birinci səbəb hormonal disbalansdır. Ovulyasiya problemləri hormonlarla bağlıdır. Polikistik yumurtaqlar sindromu buna ən çox təsir edən səbəblərdən biridir. İkinci səbəb fallop borusu tıxanıqlığıdır. Keçirilmiş infeksiya və endometrioz fallop borusunu tıxayır, spermanın yumurtaya çatmasını əngəlləyir. Üçüncü səbəb kişi faktorudur. Hər üç cütlükdən birində səbəb kişidədir. Spermanın sayısı, hərəkətliyi və morfologiya əsas amillərdən biridir. Dördüncü səbəb yaş faktorudur. Qadının yaşı artdıqca yumurtanın sayı və keyfiyyəti azalır. Erkən müayinə vacibdir. Sonsuzluqla bağlı probleminiz varsa, zamanında həkimə müraciət edin. Erkən müayinə effektiv müalicə deməkdir.